Bugün aşıq sənətində kimlərin yeri görünür? Mən deyim də, mən bu günləri tək qalmışam deyəndə çox adam mənə deyir ki, sən niyə tək qalırsan? Həqiqətən mən bu gün meydanda tək qalmışam. Bu gün mən İslam axtarıram. Aşıq İslam Rzaoğlu. Bu gün mən Vüqar Mahmudoğlu'nu axtarıram. Bu gün mən Azər Xanlaroğlu'nu axtarıram. Onların getməsi sənətə böyük bir təsir idi. Çünki onlar əsl sənəti təbliğ edirdilər. Bugün yoxdur. O meydan yoxdur. O ab-hava yoxdur. Yəni, dostlarım idi, ona görə demirəm. Onlar həqiqətən də ustad oğlu idilər, üçü də. Ustad oğlu olaraq da o ustadların ənənlərini daşıyırdılar, yaşadırdılar. Bugün mənə deyirlər ki, məsəl üçün, hansısa bir aşıqla və yaxud da gedək bir dəyişmə falan filan, amma mən bilirəm ki, yoxdurlar. Mən Vüqarla yəqin ki, baxmışsınız, İslamla bizim ifalarımız olub, Azərlə, Azər saz çalıb mən oxumuşam, bir sintez yaratmışıq. O vaxtlar belə bir şeylər var idi. İndi yoxdur.